Salam dostlar, hər vaxtınız xeyir. Əvvəlcə hamınıza bir şey deyim. Çox sağ olun. TikTok və YouTube'da gözlədiyimdən daha yaxşı bir şəkildə irəliləmələr qət edirik. Daha yaxşı kontent və planlarla tezlikcə qarşınızda olacağam. Hazırsınızsa vaxt itirmədən başlayaq. İlk mövzumuz İslam Mahaçevdir. İslam son açıqlamalarında İan Geri barəsində kifayət qədər özünə inamlı danışdı. Deyir ki, rəqibini, döyüş stilini yaxşı tanıyır və ilk raundda təzyiq quraraqdan döyüşü özü istədiyi tempdə aparacaq. Onun fikrincə rəqibi hərəkətlərlə, uzaqlaşmalarla vaxt qazanmağa çalışacaq, amma buna imkan verməyəcək. Təbii ki, İslamın bu sözləri cavabsız qalmadı. İan Geridə kifayət qədər iddialı danışdı. O dedi ki, İslamın qalibiyyət seriyasını bitirəcəm, kəməri ondan alacam və onu 4 raundda nokaut edəcəm. Maraqlısı isə odur ki, İan erkən qələbə istəmədiyini dedi. Onun sözlərinə görə əvvəlcə 4 raund tam istədiyi bir üstünlüyü qurub dominə etdikdən sonra isə döyüşü bitirəcəm ki, heç kim məğlubiyyətə bir bəhanə gətirə bilməsin. Çox maraqlı bir açıqlama idi həqiqətən. Belə açıqlamalar böyük döyüşlərdən əvvəl həmişə olur. Məncə bu azarkeşlər üçün marağı daha da artırır. Şəxsən mən bu döyüşün analizini ayrıca videoda edəcəm. Çünki burada həm texniki tərəf var, həm ciddi məsələlər, həm də texniki məqamlar var. Ona görə də proqnozlarımı həmin videoda ətraflı danışacağam. İlya Topuria sosial şəbəkədə yeni fotosunu paylaşdı. Şəkildən görünür ki, zədəsinin son vəziyyəti getdikcə yaxşılaşır və bərpa prosesi uğurla davam edir. Bu da azarkeşləri sevindirən xəbərlərdən biridir. Hələ ki, qayıdış tarixi rəsmən açıqlanmasa da görünən odur ki, Topuria addım-addım oktagona yaxınlaşır. İndi isə hər kəs növbəti rəqibinin kim olacağını səbirsizliklə gözləyir. İslamdan danışdıqdan sonra elə keçək onun öz komanda yoldaşlarından birinə, Usman Nurmagomedova. Son günlərdə onun gələcəyi ilə bağlı çox maraqlı xəbərlər yayılır. Bildiyiniz kimi Usman uzun illərdir PMF-də çıxış edir və təşkilatın ən böyük ulduzlarından birinə çevrilib. Amma indi ən çox verilən suallardan biri Usman PMF-də qalacaq yoxsa UFC-yə keçəcək? Məncə Usman artıq PMF-də özünü sübut edib yetərincə çempion oldu, titulunu bir neçə dəfə qorudu, təşkilatın ən tanınan simalarından birinə çevrildi. İndi isə hər kəs onu UFC-də görmək istəyir. Baxın, təkcə yüngül çəki divizyonunu nəzərə alsa, burada bir-birindən güclü adamlar var və hər bir döyüş demək olar ki, titul səviyyəsində keçir. Əgər Usman UFC-yə keçsə, onu həqiqətən çox çətin rəqiblər gözləyir, amma məncə onun buna tam hazır olduğunu demək olar. Əgər Usman UFC-yə keçərsə, qarşısında həqiqətən çox maraqlı rəqiblər olacaq. Mən şəxsən onu UFC-də izləməyi çox istəyirəm. Bu arada PMF də boş dayanmır. Jake Paul'un təşkilatla əməkdaşlığı PMF üçün böyük reklam üstünlüyü yaratsa da, mən hələ də düşünmürəm ki, yaxın illərdə UFC ciddi bir rəqib olsun. Çünki UFC həm rəqabət, həm döyüşçülərinin səviyyəsi tam fərqli bir yerdədir. Bu əlbəttə ki, yaxşı bir haldır. Çünki MMA nə qədər inkişaf etsə, döyüşçülər üçün də o qədər imkanlar yaranacaq. Amma bir məsələ var ki, UFC sadəcə bir təşkilat deyil, artıq illərdir formalaşmış bir brenddir. UFC-nin azarkeş bazası, döyüş gecələrinin atmosferi, media gücü və dünya miqyasındakı nüfuzu tam fərqli bir səviyyədədir. Buna görə də yaxın illərdə UFC ciddi rəqib çıxacağını düşünmürəm. İndi isə keçək son UFC Belqrad gecəsinə. Ümumilikdə kifayət qədər maraqlı keçdi. Bəzi döyüşlər gözlədiyim kimi oldu, bəziləri isə tam sürpriz nəticələr gətirdi. Bir neçə nokaut gecəyə damğa vurdu. Belə döyüşlərə baxanda bir daha görürəm ki, MMA-da bir saniyəlik səhv belə döyüşün taleyini tamamilə dəyişə bilir. Zaten bunu dəfələrlə görmüşük. Mənə ən çox sevindirən məqamlardan biri isə bölgəmizdən olan döyüşçülərin uğurlarıdır. Tofiq növbəti döyüşündə çox vacib qələbə qazandı. Bir çoxları ona favorit görmürdü, amma o təcrübəsini göstərərək rəqibini məğlub etməyə bacardı. 36 yaşında olmağına baxmayaraq hələ də yüksək səviyyədə çıxış etdiyini sübut etdi. Açığı Tofiqi izləyəndə həmişə düşünürəm ki, kaş UFC-yə daha erkən yaşlarda çıxardı. Yaşın sadəcə bir rəqəm olduğunu, onu sevənlərə sevinç hissi ilə və ona inad bildirənlərə qələbəsi ilə yetərli bir cavab verdiyini düşünürəm. Azərbaycan və ümumiyyətlə Qafqaz məktəbi son illərdə inanılmaz inkişaf etdiyi gözlə görünən bir nəticədir. Yeni adamlar gəlir, gənc döyüşçülər özlərini göstərir. Bu da gələcək üçün çox böyük ümid verir. Ümid edirəm ki, yaxın illərdə UFC-də Azərbaycan bayrağını daha çox görərik. Bir məsələ daha var. Son günlərdə UFC 331 kartı ilə bağlı maraqlı xəbərlər yayılıb. Məlumatlara görə Arman Sarukyanla Charles Oliveira'nın revanş döyüşü məhz həmin gecədə baş tuta bilər.
Hələ rəsmi bir təsdiq yoxdur, amma bu xəbər gerçəkləşərsə yüngül çəki divizyonunda vəziyyət tamamilə dəyişə bilər. Çünki Arman qalib gələrsə böyük ehtimalla yenidən titul uğrunda döyüşmə şansı qazanacaq. Oliveira qalib gələrsə isə divizyon yenidən qarışacaq və kəmər uğrunda yarış daha da maraqlı olacaq. Mən şəxsən bu döyüşün baş tutmağını çox istəyirəm, çünki ilk qarşılaşma kifayət qədər maraqlı idi və ikinci döyüşdə daha da gərgin olacağını düşünürəm. Ümumiyyətlə qarşıdakı aylarda yüngül çəki divizyonu çox böyük ehtimalla dəyişəcəyi zaten gözləyirəm. Buna görə də həm Usman Nurmagomedovun qərarı, həm də UFC 331 kartı ümumi MMA dünyasında və MMA azarkeşlərinin diqqət mərkəzində olacağını düşünürəm. Elə Armandan danışmışkən sizə bir-iki əlavələr də eləyim. Açığı baxıram ki, Arman UFC-dən kənarda heç də boş dayanmır. Oktagonda döyüşü olmasa belə daim özünü aktiv saxlayır. Bu dəfə də Hype Fighters təşkilatında keçirilən grappling qarşılaşmasına çıxdı. Rəqibi Hindistanın məşhur fenomeni Ankit Biyampura idi. Kağız üzərində maraqlı qarşılaşma kimi təqdim olunsa da Arman elə ilk səviyyədə aradakı səviyyə fərqini göstərdi. Rəqibini rahat şəkildə yerə apardı, təm nəzarətini ələ keçirdi və qol qırıcı fəndi ilə qazandı. Bu qarşılaşmada bir daha göstərdi ki, Armanın ən böyük silahlarından biri məhz güləşi və grapplingidir. Rəqiblər ayaq üstə nə qədər təhlükəli olsa da, yerə düşəndə Armanın üstünlüyü açıq şəkildə hiss olunur. Üstəlik bu son vaxtlarda Armanın iştirak etdiyi ilk grappling yarışması da deyil. O son vaxtlarda müxtəlif təşkilatlarda belə güləşməyə çıxır və formasını qoruyur. Həm də azarkeşlərindən uzaq qalmır. Məncə bu peşəkar idmançı üçün çox vacib məsələdir. Çünki uzun müddət döyüş etməyəndə ritmini itirmək mümkündür. Arman isə bunun əksini eləyir, daim yarış atmosferində qalmağa çalışır. Açığı mənim xoşuma gələn cəhət də elə budur. UFC-də döyüşü olmasa belə məşq edib evdə gözləyən döyüşçülərdən deyil, fürsət düşən kimi müxtəlif grappling və submission turnirlərinə qatılır. Bu da bacarığını göstərir və formasını yüksək səviyyədə saxlamağına səbəbiyyət verir. Və adam rafda 2 qat çempion olub. Bu da gözlə görünən ən önəmli faktorlardan biridir. Bu da onun güləşinin nə dərəcədə olduğunu və onun ilə qarşılaşa biləcək rəqiblərinin 2 dəfə düşünməli olduğunun ən böyük sübutudur. Və sizə kanalla bağlı və gələcək planlarla bağlı 1-2 tüyo verim. Ümumiyyətlə kanalda artıq analizlər, proqnozlar da olacaq. Köhnə əfsanə döyüşçülər haqqında sənədli videolar olacaq. Hətta bəzi tarixi döyüşləri də birlikdə təhlil edəcək. Bir sözlə qarşıdakı aylarda kanal daha da aktiv olacaq. Əgər videonu bəyəndinizsə like etməyi unutmayın. Kanala hələ abunə olmayanlar mütləq abunə olsunlar. Şərhlərdə isə bugünkü mövzu haqqında fikirlərinizi yazın. Sizcə Usman Nurmagomedov UFC-yə keçməlidir, yoxsa hələ də PMFL-də qalmalıdır? İslamın növbəti döyüşü haqqında proqnozlarınız nədir? Hamısını şərhlərdə oxuyacağam. Bugünkü videodan bu qədər. Mənə vaxt ayırdığınız üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər özünüzə yaxşı baxın. Allah amanında.